Ya Allah, hər vaxtınız xeyir olsun, əziz xalqımız, əziz millətimiz. Allah sizlərə bərəkət versin. Əziz dostlar, bugün sizə Biləcəri qəsəbəsində, Biləcərinin mərkəzi hissəsində, tam mərkəzi hissəsində, 4 sotun içində, baxın qarşıda gördüyünüz belə bir 2 mərtəbəli evimizi inşallah təqdim edəcəyik əziz dostlar. Gəl Tural qardaşım. Əziz dostlar, evimiz 2 mərtəbə, 6 otaqdan ibarətdir. Birinci mərtəbədə də hamam sanitar qovşağı, mətbəx mövcuddur və ikinci mərtəbədə də biraz təmirə ehtiyacı var evimizin əziz dostlar ikinci mərtəbəsində. Əlavə məlumatlar var burada sizə, onları nəzərinizə çatdırın əziz dostlar. Evimiz 4 sotda inşa olunub. Evin 4 bir yanına keçidi var və evimizin həyətində 3 dənə addelini ayrı-ayrı çöldən inşallah sizə sonda göstərəcək təqdim edir. 3 dənə kirayəsi var əziz dostlar. Hal-hazırda da kirayədədir. 3 dənə ayrı bir otaq addelini kirayə bilərdir əziz dostlar. Gəl qardaşım. Qoy bir an göstərir. Burada hamam. Ha görsən. Hamam sözü var deyəsə. Gördüyünüz kimi burada sanitar qovşağıdır. Çöldə. Əziz dostlar, evimiz şəxsi evdir. Çox möhtəşəm tikilidir, şəxsi evdir. Həqiqətən də illərlə əziyyət çəkilmiş evdir bura əziz dostlar. Daxil olan kimi dəhliz və ikinci mərtəbəyə pilləkan. Birinci mərtəbəni tanış edək sizə. Baxın dostlar, 6-nın 4-ə qonaq otağı, birinci mərtəbədə 2 pəncərə. Nəzərinizə çatdırın, pəncərəsi öz həyətinə baxar dostlar. İnşallah Tural qardaşımız sonunda sizə ətrafı göstərəcək. Hamam və sanitar qovşağı, Tural göstər qardaşım. Tam təmirli vəziyyətdədir. Gördüyünüz kimi. Bir dənə kiçik yataq otağı var. Buradadır, sizi Tural. Bir otağı var. Yataq otağıdır. Bir dənə də 5-in 4-ə əziz dostlar. 20 kvadrat geniş yataq otağıdır burada. Burada isə belə bir gözəl mətbəximiz var əziz dostlar. Çox səliqəli, ürək açan, işıqlı, maşallah. Əla. Burası mətbəxdir əziz dostlar. Qalxıq ikinci mərtəbəyə Tural. Əziz dostlar, evimizin hər mərtəbəsi 130 kvadrat metrdir. 2 mərtəbə eləyir 260 kvadrat metr. Gördüyünüz kimi çox gözəl və səliqəli. Tam təmirlidir. Yuxarıda amma görsən aboya ehtiyac var. Əziz dostlar, ikinci mərtəbədə qapılar və abo işi qalıb. Əziz dostlar, şpatlovka işi qutarıb və ikinci mərtəbədə ev monolit beton olduğu üçün ikinci mərtəbədə fərqli dizayndır. Əziz dostlar, baxın gördüyünüz kimi qapı bura geniş dəhliz və hamam sanitar qovşağı dəhlizə. Burada yığılıb pil qapısı, bir də aksesuarlar alıb. Maşallah, bilmirəm hansından başlayaq. Geniş bir yataq otağı, hə, buradan başlayaq. Sağdan başlayaq. Baxın əziz dostlar, geniş. Tamına 5-in 4-ə. 5-in 4-ə. Baxın dostlar, burada da belə bir mətbəx var. Burada 4,5-in 4-ə də ən azı. Çünki kifayət qədər böyüdür həqiqətən də. Bəlkə də bizə əksi deyildi, biraz artırdı. Bir dənə balkon var burada əziz dostlar. Görsə Tural. Bura ikinci mərtəbədir. Sonra qapını örtərsən. Küləyə gəldi. Əziz dostlar, 7-nin 4,5, 30 kvadrat minimum. Bura qonaq otağıdır. İkinci mərtəbədir əziz dostlar. Pəncərəsi də qəşəng, işıqlı. Bir dənə də geniş yataq otağı buradadır. Bir dənə buranın ölçümündə belə. 1, 2, 3, 4, 5 metr. 5-in 5-ədir, olar. 1, 2, 3, 5-in 4-ə. 20 kvadrat əziz dostlar. Bir yataq otağı buradadır. Gördüyünüz kimi burada əziz dostlar. Elektrik işləri tam görülüb. Burada yalnız qapılar və abo işi qalıb. Bir də pilin düzsardır. Yəni tamamdır burada, əladır. Və qarşı tərəfdə bir dənə də balkon var burada. Tural da görsəz. Bir dənə də balkon var. Və əziz dostlar, ikinci mərtəbə tamına istipoldur. Buyurun, baxın, burada kollektor sistemi yığılıb. İstipoldur. Evimiz əla bir yerdə yerləşir. Mərkəzi dəmir yol poliklinikasının Biləcərdə lap yaxın məsafəsindədir əziz dostlar. 202 nömrəli marşrut xətti Azəm metrosuna gedir.
İndi əziz dostlar, Tural qardaşımız sizə kirayələri də göstərəcək, mən sizlə burada sağollaşıram əziz dostlar. Deməli, evimizin qiyməti çıxıb satışa 280.000 manata. 280.000 manata. Burada elə torpağın sonra 40.000'dir bu ərazilərdə. Bu dəqiqdir inşallah, gələn biləcək buralardır. 280 manata. Real müştəriyə Allahın izni ilə endirim olacaq ev sahibi tərəfindən. Allah xeyir versin, alana, satana vəziyyət keçən hər bir kəsə əziz dostlar. Tural, ətrafı göstər, evin ətrafını bir də kirayələri göstər. Zəhmət olmasa. Əziz dostlar, bu da evin yan hissəsidir. Gördüyünüz kimi açıqdır. Mətbəxin pəncərəsidir, evin həyətinə baxır. Evin böyük pəncərələridir, evin həyət hissəsinə baxır. Əziz dostlar, videolarımızı bəyənib bizə yazmağı unutmayın ki, növbəti satışa çıxan evlərimizdən sizin də xəbəriniz olsun. Sizin də satışda əmlakınız varsa bizimlə əlaqə saxlayın. Gələk çəkək, paylaşaq və satılmasında köməklik göstərək. Gördüyünüz kimi evin həyət yanı sahəsidir. Buradan da həyətin içindən burada gördüyünüz kimi bir ev var. Kirayə verilib. 3 ev var ki, burada kirayə verilib. Burada hərəsinin öz mətbəxi, ayaq yolusu hamısı addenlidir, gördüyünüz kimi. Əziz dostlar, hər birinizdən xahiş edirik, səhifəmizi bəyənməyi unutmayın ki, satışa çıxan evlərimizdən xəbəriniz olsun.